İnsan bilərəkdən namaz vaxtı su arxasıca getməsə və namazının vaxtı daralsa, axır vaxtında təyammüm ilə namaz qılsa, namazı doğrudur, amma günah etmiş sayılır. Su tapmayacağına əmin olduğu üçün axtarışa çıxmayan şəxs təyammümlə namaz qılır, amma sonra başa düşür ki, xeyr, axtarsaydım, suyu tapacaqdım. Ona görə həmin insan şəriətə əsasən dəstəmaz alıb namazını təzələməlidir. Əgər vaxtı çıxıbdırsa, namazını qəza etməlidir. Amma axtarış aparıbdır, lakin su tapa bilməyib və sonradan təyammümlə namaz qılandan sonra başa düşübdür ki, axtarış etdiyi yerdə su var imiş. O kəsin namazı doğrudur, qəza etməsi vacib deyil. Namazının vaxtını dar olduğuna əmin olan şəxs axtarış etmədən təyammümlə namaz qılsa və namazdan sonra başa düşsə ki, su axtarmaq üçün vaxtı var imiş. Ehtiyat vacibə əsasən o insan namazını təzələməlidir. İnsan dəstəmazlı halda olsa və dəstəmazını pozacağı təqdirdə su tapacağının mümkün olmadığını bilsə, o kəs ehtiyat vacibə əsasən dözülməz bir problem yoxdursa, gərək dəstəmazını saxlasın. Yalnız dəstəmaz və qusla yetəcək qədər suyu olan şəxs həmin o suyu qəsdən dağıtsa və yaxud da ki, yerə töksə, haram iş görmüşdür. Həmçinin namaz vaxtı hətta daxil olmadan əvvəl də ehtiyat vacibə əsasən o bu işi görməsin. Su tapamayacağını bilən şəxs qəsdən dəstəmazını batil eləsə və yaxud əlində olan suyu töksə, haram iş görmüşdür. Amma təyammümlə qıldığı namazı düzgündür. Amma bəyəniləndir ki, sonra həmin o namazını qəza etsin.